Salam əziz tələbələr, onlayn informatika dərslərimiz yenidən davam edir. Dərsləri hazırlayarkən biz şəkildə gördüyünüz bu iki kitabdan istifadə edəcəyik artıq. İnformatika test bankı testləri hazırlayarkən və nəzəri hissəsini isə İnformatika nəzəriyyə kitabından götürüb istifadə edəcəyik. Biliklərinizin daha möhkəmlənməsini istəyirsinizsə və oxuduqlarınızın, öyrəndiklərinizin, izlədiklərinizin yaddaşınızda daha möhkəm qalmasını istəyirsinizsə, nəzəriyyə kitabından təkrar olaraq o mövzuları yenidən oxumağınız məsləhətdir. Son mövzuları öyrəndikdən sonra isə testbank kitabından həmin mövzuya uyğun testləri işləməyiniz məsləhət olunur. Həmçinin ümumi biliklərinizi yoxlamaq üçün bankda 10 əlavə sınaq imtahanı yerləşdirilib. Saat qoyaraq, yəni vaxt qoyaraq özünüz üçün bu sınaqları işləyərək sürətinizi artıra bilərsiniz. İşləmə sürətinizi də artıra bilərsiniz. Bugünkü dərsimiz Word 2010-dur. Word 2010 mətn prosesoru. Dərsə keçmə birinci dərsimizdir Word-dən və növbəti dərslərin ilk tanışlıq dərsi. Növbəti dərslərdə isə Word-ü biz daha da mükəmməl şəkildə öyrənəcəyik. Dərsin planına nəzər salsaq, bugünkü dərsin planı mətn redaktorları və prosesorlarla ümumi tanış olacağıq. Necə ki, Word də həmin o prosesorlardan biridir. Redaktor və prosesorların fərqini öyrənəcəyik və Word 2010 proqram pəncərəsi ilə ilkin tanışlıq həyata keçirəcəyik. Kompüterin əsas tərkib hissələri, əgər ilk videomuzu izləmişsinizsə, xəritə mövzusu sizə yəqin artıq aydındır ki, informatikanın xəritəsində söhbət gedir təbii ki. Kompüterin əsas tərkib hissəsi 3 hissədən ibarətdir. Qurğular olan bölmə, hardware adlanır bu. Alqoritm təminatı, brainware və proqram təminatı, software. Hansıların nə olduğunu təkrarlamayacağam. İlk videonu izləyərək bu bölmələr haqqında, tərkib hissələri haqqında daha geniş məlumata sahib ola bilərsiniz. Bugün biz proqram təminatının bir bölməsini öyrənəcəyik. Ona görə onun üzərində biraz geniş dayanaq. Proqram təminatı, qısaca olaraq PT yazılıb, kompüterdə olan bütün proqramların hamısının toplusudur. Kompüterdə nə qədər proqram görürsə, onların hamısını öyrənir. Proqram təminatı bölməsi. Onlar da öz aralarında 3 qrupa bölünür. Sistemin işini idarə edən sistem proqram təminatı, digər proqramları hazırlamaq üçün olan instrumental proqram təminatı və konkret işlər görmək üçün yazı yazmaq, şəkil çəkmək, şəkil redaktləmək və s. bu məqsədlər üçün, konkret işlər üçün olan tətbiqi proqram təminatından söhbət gedir və tətbiqi proqram təminatının bir bölməsi də mətn redaktorları və prosesorlarıdır. Gördüyünüz bu proqramlar isə mətn redaktorları və prosesorlarına misal ola bilər. Word, Lexicon, AmiPro, Write, Notepad, WordPad və s. proqramlardan söhbət gedir. Redaktorla prosesorun fərqini qısaca olaraq aydınlaşdıraq. Redaktorlar elə proqramlardır ki, biz onlarla ancaq mətnlər yarada və redaktə edə bilirik. Məsəl üçün Notepad proqramı. Biz Notepad proqramı ilə Windows-un standart proqramlarından biridir. Yəni Windows yüklədikdə kompüteri formatladikdə, oraya yeni Windows yüklədikdə ona əlavə yükləməyə ehtiyac yoxdur. Windows-la bərabər kompüterə yüklənən proqramlardan biridir. Bu proqramlara standart proqramlar deyirlər. Notepad də belə proqramlardan biridir. Məsələn, Notepad proqramı mətn redaktorlarından biridir. Notepad proqramı ilə biz yazı yaza bilirik. Onu redaktə edə bilirik. Yəni orada yazını kəsib, kopyalayıb, digər yerə yapışdıra bilirik. Bu kimi əməliyyatlar icra edə bilirik. Yəni redaktə edə bilirik. Düzəlişlər eləyə, hansısa bir hərfi silib başqası ilə əvəzləyə bilirik. Bunlar hamısı mümkündür Notepaddə. Ancaq burada yazıları formatlaşdıra bilmirik. Məsəl üçün yazının rəngini dəyişə bilmirik. Yazıya arxa fon verə bilmirik. Bunların heç biri Notepaddə mümkün deyil. Deməli, mətn redaktorları ilə yazı yazmaq və ona düzəlişlər eləmək, redaktə eləmək olur. Ancaq formatlaşdırmaq olmur. Prosesorlarda redaktorlardan fərqli olaraq həm yazı yaza bilirik, həm onu redaktə edə bilirik, yəni düzəlişlər kəsmək, o tərəfə yapışdırmaq, lazımsız hərfləri silmək, yeni hərflər əlavə eləmək, simvollar əlavə eləmək. Bunların hamısını eləmək olur və həmçinin prosesorlarda redaktorlardan əlavə formatlaşdırma imkanları da var. Məsəl üçün yazdığımız yazının rəngini görürsünüz, dəyişmişik, arxa fon. Yazının rəngini dəyişmişik. Buna arxa fon verə bilirik. Bunlar hamısı prosesorla mümkündür. Deməli, qısaca olaraq bir cümlə demək olar ki, mətn redaktorları ilə ancaq yazı yazmaq və redaktə eləmək olur, düzəlişlər eləmək olur. Prosesorlarla həm yazmaq, həm redaktə eləmək, həm də əlavə olaraq formatlaşdırmaq mümkündür. Burada gördüyünüz proqramlardan misal üçün Write və Notepad proqramları, bunlar mətn redaktorlarıdır. Yerdə qalanlar isə mətn prosesorlarıdır. Həm yazmaq, həm redakləmək, həm də formatlaşdırmağa imkan verən proqramlar. WordPad də Notepad kimi Windows-un standart proqramlarındandır. Windows-la bərabər kompüterə yüklənir. Ancaq Notepad-dən fərqli olaraq WordPad mətn prosesorudur. Elə bil ki, Word-un kiçik bir versiyasıdır WordPad. Biz bugün öyrənəcəyik sizinlə Microsoft Word 2010 proqramını, yəni tətbiqi proqramlardan biri, mətn prosesorlarından biri olan Word 2010 proqramını. Word 2010 prosesor olduğunu artıq bildiniz.
Deməli, mətn prosesorudursa, burada həm yazmaq, həm də dəxtləmək, həm də formatlaşdırmaq mümkündür. Bir Word pəncərəsi açaq və ilkin tanışlığı həyata keçirək. Word-ü kəsə almaq üçün müxtəlif bölmələrdən istifadə etmək olar. Məsəl üçün, desktopda gördüyünüz Word qısa yolu vasitəsilə və yaxud Start menyudan daxil olub bütün proqramlar bölməsindən Word tapıb işə sala bilərik. Və yaxud da hər hansı bir Word sənədini açarkən də Word proqramı işə düşmüş olur. Üzərinə klikləyərək proqramı işə salaq. Gördüyünüz pəncərə Word pəncərəsidir. Word-ü ilk dəfə açdıqda bu şəkildə belə bir pəncərə açılır. Pəncərəyə nəzər salaq yuxarıdan aşağıya doğru. Birinci sətr adlanır başlıq sətri, title bar, başlıq sətri. Bu başlıq sətrində gördüyünüz bu Word-ün ikonudur. Yəni Word proqramı olduğunu bildirir bizə. Onun sağında gördüyünüz bu hissə adlanır sürətli müraciət paneli. Cəld və sürətli müraciət paneli. Quick Access Toolbars. Bu paneldə olan düymələr vasitəsilə biz hər hansı əməliyyatı dərhal sürətli şəkildə yerinə yetirə bilərik. Məsəl üçün, normalda sənədi yadda saxlamaq istəyiriksə biz, fayl menyusuna və yaxud fayl tabına daxil olub, burada save düyməsindən istifadə edərik. Ancaq hər dəfə sənədi yadda saxlayanda, fayla daxil olmamaq üçün biz save düyməsini çıxarıb bura yerləşdirə bilərik. Yəni, hər dəfə artıq fayla daxil olmağa ehtiyac olmayacaq. Burada elə üzərində klik edən kimi dərhal faylımız yaddaşa gedəcək. Deməli, sürətli müraciət alətlər panelindən istifadə edərək biz yəni, bizə lazım olan çox-çox istifadə etdiyimiz əməliyyatları, əmrləri çıxarıb bura yığa bilərik sürətli müraciət alətlər panelinə və o əməliyyatları icra etmək üçün artıq tablara daxil olmağa ehtiyac olmayacaq. Elə dərhal üzərinə klikləyən kimi icra olunacaq. Biz hansı taba keçiriksə keçək, baxın, hansı taba keçiriksə keçək, sürətli müraciət alətlər paneli öz yerində qalmış olur. Yəni, hansı tabla işləsək də buradakı əməliyyatları dərhal icra edə bilərik. Adına da məlum olduğu kimi sürətli şəkildə. Əgər digər əmrləri bura əlavə eləmək istəyiriksə, hansı əmr əlavə eləmək istəyiriksə, qarşısına bir dənə işarə qoymağımız kifayətdir. Qarşısına işarə qoyan kimi əmrlər gördüyünüz kimi oraya əlavə olunur. Oradan götürmək istəsəksə, qarşısındakı işarəni götürməyimiz kifayətdir ki, komanda oradan yığışdırılmış olsun. Həmçinin burada görmədiyiniz komandalar varsa, daha çox komandalar bölməsinə daxil olaraq, buradan istədiyiniz komandanı, Word-ün daxilində olan istənilən komandanı sürətli müraciət alətlər panelinə əlavə eləyə bilərsiniz. Məsəl üçün, Format Painter. Bunu hal-hazırda siz tanımırsınız. Növbəti dərslərimizdə tanıyacaqsınız nə oldu. Format Painter gəlib bura əlavə olunmuş oldu. Başlıq sətrinin orta hissəsində yerləşir. Hal-hazırda üzərində işlədiyimiz sənədin adı. Sənədə biz ad vermədiyimizə görə, yəni sənədi yaddaşa saxlamadığımıza görə, avtomatik olaraq özü Document 1, sənəd 1 adı verib. Onu da qeyd edək ki, Word proqramında bütün fayllar sənəd adlanır, dokument sənəd adlanır. Digər hissədə ondan sonra proqramın adı yer alıb. Hal-hazırda Microsoft Word proqramında, Word 2010 proqramında işləyirik. Lap sağ tərəfində, başlıq sətrinin lap sağ tərəfində isə gördüyünüz bu düymələr yer alıb. 3 düyməmiz var. Burada ortadakı 2 dənə düymədir. Yəni 2 funksiyalı düymədir. Yəni toplam 4 dənə düymə eləyir. Birinci düymənin funksiyası bütün tətbiq sistem proqram pəncərələrində olan bir düymə. Minimize düyməsi. Pəncərəni bükərək tasklara, tapşırıqlar panelinə göndərir. Təkrar üzərinə klikləyərək bərpa edə bilər. Pəncərəni bükür və ora göndərir. İkinci düymənin funksiyası. 2 halda ola bilər. Hal-hazırda üst-üstə olan 2 pəncərə restore formasında düymə. Üzərinə klik edən kimi pəncərənin əvvəlki vəziyyətini bərpa edir. Əvvəlki vəziyyət bərpa olunduqdan sonra düymə funksiyasını dəyişir. Maximize formasını alır. Tək pəncərə olanda Maximize formasıdır. Üzərinə klikləsək pəncərəni bütöv ekran boyunca açacaq. Deməli, bu düymə həm pəncərəni restore edir, yəni əvvəlki vəziyyətini bərpa edir, həm də Maximize pəncərəni bütöv ekran boyunca açmış olur. Sonuncu gördüyünüz bu düymə isə Close düyməsidir. Bütövlüklə Word pəncərəsini bağlayır və proqramdan çıxışı həyata keçirir. Əgər bunun üzərində klikləsək, sənədimiz gördüyünüz kimi bağlanacaq, tasklarda artıq işarəsi yoxdur. Yəni bükülməyib, bağlanıb bir dəfəlik. Təkrar biz sənədimizi işə sala bilərik. Sonra bunun aşağısında gördüyünüz düymələr. Bu düymələrdən biri lenti minimallaşdırır. Gördüyünüz kimi lenti yığışdırır. Lentin nə olduğunu daha sonra deyəcəm sizə. Digər halda isə lenti əvvəlki vəziyyətinə qaytarır. Üzərinə klik eləsək, təkrar yenə lenti minimallaşdırır. Təkrar klik eləsək,
lenti öz əvvəlki vəziyyətinə qaytarmış olur. Klaviaturada qısa yolu gördüyünüz kimi Ctrl F1 düymələrdir. Ctrl F1. Onun qonşusundakı isə kömək məlumat pəncərəsini açır. Elə qısa yollar da bir-birinə yaxındır. Bu düymənin qısa yolu F1-dir. Bütün proqramlarda demək olar ki, F1 düyməsi kömək məlumat pəncərəsini açmaq üçün istifadə olunur. Bu düymə isə lenti minimallaşdırır və həmçinin maksimum vəziyyətə keçirmək üçün istifadə olunur. Hər ikisini klaviaturadan Ctrl F1 düymələri vasitəsilə də həyata keçirmək mümkündür. Burada gördüyünüz, bu hissədə gördüyünüz komandalar isə bunlar adlanır tablar, lent tabları. Hər biri bir tabdır. File tabı, Home tabı, Insert tabı, Page Layout tabı, Reference, Mailings, Review və View tabları. Gördüyünüz kimi burada File tabı, həmçinin menyu da demək olar buna, yəni quruluşuna görə menyuya da oxşayır. Ona görə bunu həm File tabı, həm də File menyusu demək doğrudur. Yəni hər ikisini demək mümkündür. Bu hissə isə lent adlanır. Lent. Məsəl üçün Home lenti. Home lenti. Üzərində gördüyünüz komandalar əks olunur. Hər bir lent, Home lenti, Insert lenti, Page Layout lenti və s. Bu lentlərin hər biri lent qruplarından ibarətdir. Gördüyünüz kimi lent qrupları. Home lentinin lent qrupları. Bir lent qrupu, ikinci lent qrupu, üçüncü lent qrupu, dördüncü lent qrupu və nəhayət beşinci lent qrupu. Deməli, Home tabı 5 lent qrupundan ibarətdir. Lent qrupunun üzərində isə komandalar, əmrlər öz əksini tapmışdır. Məsəl üçün, clipboard, mübadilə buferi lent qrupunun üzərində paste əmri yapışdırmaq, kəsmək, kopyalamaq və format painter komandaları öz əksini tapıb öz yerinə alır. Font tab lent qrupunda isə şriftin rəngini, ölçüsünü və s. dəyişmək üçün olan komandalar yer alır. Bunların hər biri ayrı-ayrı geniş şəkildə tanış olacağıq. Bugün sadəcə ümumi məlumatlar verirəm sizə. Kənarda gördüyünüz bu çubuqlar sürüşdürmə çubuqlarıdır. Əgər eninə də böyümüş olsa, miqyasını biraz artıraq sənədimizin. Gördüyünüz kimi bu şaquli sürüşdürmə çubuğudur. Bu isə üfüqi sürüşdürmə çubuğudur. Sənəd ekrana tam yerləşmədikdə sənədin görünməyən hissələrinə baxmaq üçün istifadə olunur. Miqyasımızı əvvəlki vəziyyətinə qaytaraq. Gördüyünüz bu hissə isə ortadakı sahə adlanır, işçi sahə və nəhayət aşağıda vəziyyət sətri. Bütün tətbiqi proqram pəncərələrində olduğu kimi burada da vəziyyət sətri yer alıb. Vəziyyət sətri və yaxud status bar ingiliscəsi statusu əks etdirir. Hal-hazırda burada biz görürük ki, sənədimizin bir səhifəsi var və hal-hazırda biz birinci səhifədəyik. Birinci yerdə duran rəqəmlər göstərir hal-hazırda neçənci səhifədə olduğumuzu. İkinci yerdəki rəqəm isə sənədin neçə səhifəsi olduğunu bizə göstərir. Enter düyməsini tıklayaraq bir neçə səhifə əlavə edək sənədimizə. 3, 4 və s. səhifə artıq əlavə olunub. Görəcəksiniz ki, burada dəyişiklik baş verəcək. Sənədimizin ümumiyyətlə 4 səhifəsi var. Hal-hazırda biz birinci səhifədəyik. Sənədimizin 4 səhifəsi var. Biz hal-hazırda ikinci səhifədəyik. Burada görüntüdən isə word count'u sözləri sayır. Sənədimizdə neçə dənə sözümüz varsa, sözlərin sayını bizə göstərəcək. Hal-hazırda 3 dənə sözümüz var sənəddə. Burada isə yazının orfoqrafiya və qrammatikanın yoxlanma dilidir. Bu haqda da növbəti dərslərimizdə öyrənəcəyik. Bu hissədə isə gördüyünüz görünüş rejimləridir, Word-ün görünüş rejimləri və miqyası böyüdüb, kiçiltmək yer alıb. View tabını keçəndə bu haqda da geniş sizinlə danışacağıq. Gördüyünüz pəncərə oldu Word proqram pəncərəsi. Word 2010 proqramının pəncərəsi. Bir daha əvvəldə nəzər salaq. Başlıq sətri, gördüyünüz sətr başlıq sətri. Burada Word-ün işarəsi, ikonu. Onun yanında sürətli müraciət paneli, yəni sürətli komandaları icra etmək üçün olan panel. Sağ tərəfdə idarəetmə düymələri, pəncərəni idarə edən düymələrdir bunlar. Aşağı hissəsində tablar, gördüyünüz kimi File, Home, Insert və s. tablarından ibarətdir. Burada lenti kiçiltmək və böyütmək üçün, minimallaşdırmaq, gizlətmək və göstərmək üçün olan düymə yer alıb. Onun yanında Head düyməsi,
Aşağıda lentin üzərində qruplar, lent qrupları, hər lent qrupunun üzərində isə özünə məxsus komandalar, əmrlər yer almışdır. Bugünlük dərsimiz bu qədər. Gələn dərslərdə, növbəti dərslərimizdə biz tab vərəqlərini və Word-da yazılı sənədlər üzərində işləməyi öyrənəcəyik. Sağ olun, gələn dərslərə qədər.